Salamlayıram hər birinizi yeni mövzu izahatından. Bugün sizinlə biz birlikdə Azərbaycanda Heydər Əliyevin hakimiyyətə gəlməsindən, Heydər Əliyevin Naxçıvan dövründən və Heydər Əliyevin belə deyək ki 20-ci əsrin 90-cı illərdə hakimiyyətinin ən əsas birinci mərhələsi dövründən danışacağıq. Elə isə başlayaq. İlk öncə başlayaq təbii ki Naxçıvan hakimiyyəti ilə. Baxaq. 1990-cı ilin sentyabrı Heydər Əliyev ilk dəfə olaraq Azərbaycan və Naxçıvan Ali Sovetinə keçirilən seçkilərdə deputat vəzifəsinə seçilir. Daha sonra 1990-cı il Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan ərazisində 1990-cı ilin noyabrında bir sıra tədbirlər həyata keçirilir. Bu tədbirlərlə tanış olaq. Birinci tədbirimiz Naxçıvan MSSR sözündən, Muxtar Sovet Sosialist Respublikası sözündən SS sözü çıxarılır. Qalır nə? Naxçıvan Muxtar Respublikası. 2. İrəlilədik. Ali Sovetin adı dəyişdirilir. Olur nə? Ali Məclis. 3. İlk dəfə olaraq burada artıq bir siyasi belə deyək də rəy verir. 20 yanvar hadisələri ilə bağlı. 20 yanvar hadisələri ilə bağlı bir dəfə Moskvada rəy vermişdi. İndi Azərbaycan hökumətinin rəhbəri kimi elə bilin ki, Naxçıvan hökumətində bir Azərbaycanlı siyasətçi kimi artıq o nə edir? Rəy verir. 20 yanvar hadisələrinə rəy verdi noyabr ayında və həmçinin 3 rəngli bayrağı ilk dəfə qəbul elədi. Beləliklə 1990-cı ilin noyabrında Heydər Əliyevin gördüyü işlər 1. MSSR sözündən SS Sovet Sosialist sözü yığışdırıldı. Qaldı Muxtar Respublika. 2. Ali Sovetin adı dəyişdi, oldu Ali Məclis. 3. 20 yanvara siyasi qiymət verildi. 4. 3 rəngli AXC-nin bayrağı yenidən dövlətin rəsmi bayrağı oldu Naxçıvan Muxtar Respublikasının. Həmən bu hadisə 1990-cı noyabrı 1991 fevral ayının 5-i ilə oxşar cəhətdə Azərbaycan Respublikasında da bildiyimiz kimi 91-ci ilin fevralın 5-də Cümhuriyyətin 3 rəngli bayrağı qəbul olunmuş, həm də SS sözü yığışdırılıb Azərbaycan Respublikası adlanmışdı. Davam. 1991 3 sentyabr. 1991 3 sentyabrda isə Heydər Əliyev Ali Məclisin sədri seçilir. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri. Deməli, Ali Məclisə deputat seçilmişdi. 90-cı ilin sentyabrı. Bir il sonra nə oldu? 91-in sentyabrında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri. Onun sədrliyi olduğu dövrdə nə işlər görübdü? İlk öncə 92-ci ilin mart ayı Türkiyə dövləti ilə görüşüb, o dövr Türkiyənin baş naziri Süleyman Dəmirəllə danışıb. Süleyman Dəmirəllə əldə olunan razılığa görə Türkiyə Naxçıvana elektrik enerjisi ötürəcək və bunun vasitəsilə Naxçıvan elektriklə təmin olunacaqdı. Daha sonra onun dövründə Culfa və Şaxtaxtı deməli belə deyək, keçid məntəqələri təşkil olunur, sərhəd keçid məntəqələri. Bundan yaxşı 92-ci ildə Ümid körpüsü adlanan bir körpü tikilir. Naxçıvandan Türkiyəyə keçirlər bu körpü ilə. Bu körpü adlanır Sədərək Dilucu körpüsü. Davam. 1992-ci ilin may ayından nə baş verir? Ermənilər bir dəfə Naxçıvanı ələ keçirməyə çalışırlar və bu belə deyək ki, hücum uğursuzluqla nəticələnir. Heydər Əliyev bunun qarşısını ala bilir. Ardıyla 1992-nin avqustunda Heydər Əliyev İran prezidenti ilə görüşür və İran prezidenti ilə eyni bir belə deyək də Süleyman Dəmirəllə əldə elədiyi qərarın eyni birini əldə eləmiş olur. Demək, Süleyman Dəmirəldən də həm elektrik enerjisi, Naxçıvanın ehtiyaclarını ödəmək üçün bir çox şeylər əldə edir və həmçinin İranla birləşən yeni bir körpüdə açdırmağa nail olur. Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasında həyata keçirdiyi ən önəmli hadisələrdən biri isə Rus qoşununun Naxçıvandan tam şəkildə qovulmasıdır. Beləliklə 75-ci Rus diviziyası ləğv olunur və daha sonra 92-ci ilin avqust ayından Rus ordusunun Naxçıvan Muxtar Respublikasının ərazisindən çıxarılmasına başlanılır. Ta ki bu proses bir ay davam edir. 92-ci ilin sentyabr ayının sonunda artıq bir nəfər də olsun bir Rus əskəri Naxçıvanda qalmır və ilk dəfə olaraq Naxçıvanda bizim sərhəd qoşunları, bugünkü Dövlət Sərhəd Xidməti ki var, həmən o sərhəd qoşunları ilk dəfə nə zaman yaranıb? 92-ci ilin sentyabr ayında hansı ərazidə? Naxçıvanda. Və beləliklə 92-ci ilin sentyabrından sərhəddə, Naxçıvan sərhədində artıq Azərbaycanın hərbi qulluqçuları sərhəd qoşun xidməti fəaliyyətə başlamışdır. Belə Heydər Əliyevin hakimiyyətdə olduğu iş, Süleyman Dəmirəl İran prezidenti ilə görüş, enerjiyə ehtiyaclar, körpülər açıldı, Ümid körpüsü açıldı, Sədərək Dilucu körpüsü Ümid adlanan körpüydü. Sonra Culfa Şaxtaxtı keçid məntəqələri açıldı. Düzdürmü? Bu kimi fəaliyyətlər, Ruslar ordusu çıxarıldı. Üstə gəl ermənilərin hücumunun
qarşısı alındı. Davam irəliləyək. 1992-ci ilin oktyabr ayında 91'lər adlanan bir hadisə var. 91'lər kimdir? Belə deyək, qoca insanlar yığılışıblar, belə deyək, Azərbaycanın belə deyək ki, mütəfəkkirləri, ziyalı insanları Səs qəzetinin nəşriyyatına gedirlər. Orada qəzetdə 91 nəfər imza çəkir və belə bir şey yayımlayırlar Heydər Əliyevə ki, Heydər Əliyev gəl Azərbaycanda hakimiyyətə. Və bunu Heydər Əliyev müsbət cavab verir və o da bunun qarşılığında Azərbaycana hakimiyyətə gəlmək istədiyini bildirir. Və ardıyla 92-ci ilin noyabrında ölkədə vəziyyət qarışır. Ölkə böhran vəziyyətindədir. 92-ci ilin noyabr ayında bildiyimiz kimi 2-ci Qarabağ müharibəsi Azərbaycanın ziyanına gedir, davam edir və belə olanda bu hadisələrin gedişatında 1992 ilin noyabrında Heydər Əliyev Yeni Azərbaycan Partiyasının əsasını qoyur. AXC nə zaman yaranmışdı? 89-un yay ayları. YAP nə zaman yarandı? 1992-nin noyabrı. Arada 3 il fərq var. YAP-ın qurucusu Heydər Əliyevdir. Və salam, davam elədik. İndi AXC-nin hakimiyyətinin sonundan danışaq. AXC-nin hakimiyyəti artıq zəifləyir. Belə ki, 93-cü ildə artıq Sürət Hüseynovun qiyamı baş verəcək Gəncədə. Sürət Hüseynovun qiyamı ilə yanaşı Bakı şəhərində hakimiyyət uğrunda mübarizə gedir Əbülfəz bəy hakimiyyətdə olurlar. Və belə bir hadisələrin gedişatında təbii ki, hökumət zəifləyir və Qarabağda da işğallar davam edir. Sürət Hüseynovun Qarabağdan qoşunlarını geri çəkməsi isə vəziyyət daha da ağırlaşdırır. 93-cü ilin aprelində Kəlbəcər ermənilər tərəfindən işğala məruz qalır. 93-cü ilin iyun ayında isə Sürət Hüseynov bütün qoşunları Qarabağdan çəkərək gəlir Gəncəyə və Gəncədə qiyam qaldırmağa hazırlaşır. Və qiyam qaldıracağı xəbərini eşidən Əbülfəth bəy bunun qarşısını almaqdan ötəri bəs Heydər Əliyevlə danışıqlara gedir və Heydər Əliyev gəlir, deməli Əbülfəth bəy ilə danışmadan birinci Gəncəyə gedir. Gəncədə nə edir? Gəncədə Sürət Hüseynovla danışır, onu qiyamdan belə deyək ki, döndərir və daha sonra isə 93-cü il iyun ayının 15-də gəlir Bakıya. Biz iyun ayının 15-ni hər il Qurtuluş günü kimi qeyd edirik. Səbəb 1993-cü il iyun ayının 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçilir və beləliklə onun hakimiyyəti yenidən bərpa olunur. Prezident kimi yox, sadəcə olaraq artıq Azərbaycanda ən səlahiyyətli şəxs kimdir? 1993 iyun ayının 15-dən Ali Sovetin sədri olan Heydər Əliyev. İyun ayının 17-si, 18-i dolaylarında isə Əbülfəz bəy vətəndaş müharibəsi də baş verməsin deyə öz belə deyək ki, ata yurdu olan gedir Ordubad rayonunun Kələki kəndinə, ömrünün sonuna qədər də orada qalır. Və beləliklə bir müddət keçəndən sonra Heydər Əliyev prezident vəzifəsini, səlahiyyətini müvəqqəti olaraq idarə etməyə başlayır. Heydər Əliyev Sürət Hüseynovun qiyamını yatırdı danışıqlar məsələsi ilə. 93-cü ilin avqustunda Lənkəran tərəfdə də bir generalımız belə deyək ki, qiyam qaldırmışdı. Sürət deməli Heydər Əliyev bu qiyamı da yatırır və bu qiyamı da yatırmaqla Azərbaycan hökumətinə qarşı qalxa biləcək bütün təxribatçı, separatçı qüvvələr məğlub olunmuş olur Heydər Əliyevin vasitəsilə. Beləliklə Heydər Əliyev respublikanı dağılmaqdan qurtarır, xilas edir. Bunun üçün də 93-cü il iyun ayının 15-i bizdə Qurtuluş günü kimi hər il qeyd olunur. 93-cü il avqustun sonu referendum keçirilir xalq arasında. Xalq Əbülfəz bəyə belə deyək ki, etibarsızlıq, yəni etimadsızlıq daha doğrusu göstərir və 93-cü ilin oktyabr ayı Heydər Əliyev ilk dəfə prezident seçilir və beləliklə Azərbaycanın 3-cü Respublikası dövründə Heydər Əliyev ilk dəfə hakimiyyətə neçənci ildə gəlir? 1993-cü ilin oktyabrında. Onun hakimiyyət illəri 2 dövrə bölünür, daha doğrusu 2 prezidentlik dövrü var. 1993-dən 1998-ə, 1998-dən 2003-ə. Birinci dövrdən başlayaq. Birinci dövrə giriş elədik. Heydər Əliyev ümumiyyətlə hakimiyyətə gələn kimi baş sözünə 3 istiqamət qoydu. 1. Ölkədə siyasi sabitliyi təmin edib dövlətçiliyi qoruyacağam. 2. Respublika iqtisadiyyatının düşdüyü dərin vəziyyətdən xilas olmalı, azad bazar iqtisadiyyatına keçilməli, inkişaf etdirməliyik bunu. 3. Bununla yanaşı xarici investisiyaları ölkəyə dəvət eləmək lazımdır. Yəni xarici səhmdarları, kapitalistləri ölkəyə dəvət eləmək lazımdır ki, gəlsinlər sərmayə qoysunlar və həmin bu sərmayə vasitəsilə ölkəmiz nə olsun, çiçəklənsin, güclənsin. Yəni açıq qapı siyasəti elan eləmək lazımdır. Başlayaq onun dövlət quruculuğu sahəsində keçdiyi islahatlardan danışmağa. Ümumiyyətlə Azərbaycanda demokratik dövlət quruculuğu 3 mərhələyə bölünür. Birinci mərhələ dövlətimizin yaranmasından 18 oktyabr 1991-dən düz davam edir 1993-cü il 15 iyun. Yəni Heydər Əliyev hakimiyyətə gələnə qədər. Bu neçənci mərhələ? Birinci mərhələ. Davam edirik. İkinci mərhələ isə 1993
15 iyundan Heydər Əliyevin artıq hakimiyyətə gəlməsindən düz götürürük 1995 12 noyabr ayına qədər. Yəni yeni konstitusiyamız qəbul olunana qədər. Daha sonra 3-cü mərhələ isə 95-ci ilin 12 noyabrından düz davam edəcək. Bu da ki bizim 2003-cü il Heydər Əliyevin vəfat elədiyi dövrə qədər. Bu da Azərbaycanda demokratik dövlət quruculuğunun 3-cü mərhələsidir. Bu 3 mərhələnin illəri əzbər ümumiyyətlə Azərbaycan Respublikasının tarixini oxuyuruqsa biz əsas məsələ nə etməliyik? Bu dövrləri əzbərə bilməliyik. Davam edək, baxaq. Dövlət quruculuğu sahəsində aparılan islahatlara baxaq. İlk öncə nələrdən danışaq? Birinci prezidentlik dövründə ilk işlərdən danışası olsaq 1995 12 noyabrdan start verək. 12 noyabrda 2 hadisəmiz var. 1. Azərbaycan Respublikasının konstitusiyası qəbul olunub. İkinci olaraq isə Azərbaycanda parlamentdə ilk belə deyək seçkilər həyata keçirilib. 95-ci ilin 12 noyabrında nə baş verdi deməli? İlk parlament seçkiləri və bir də nə dedik? İlk konstitusiyamızın qəbul olunması. Davam edək. Beləliklə parlament seçkilərindən sonra ümumiyyətlə Heydər Əliyevin birinci hakimiyyətdə olduğu dövrdə qadınlardan bağlı, seçki ilə bağlı islahatlar həyata keçirilibdi. 95-ci ilə aiddir. Bu da qadınlara qarşı bütün ayrı seçkiliklərin ləğv olunması haqqında konvensiyadır bunun adı. 96-cı illər Hüquqi İslahatlar Komissiyası var. Bunun əhəmiyyəti düşür əsasən. Deyirlər Hüquqi İslahatlar Komissiyasının mahiyyəti nədən ibarətdir? Bunun məqsədi odur ki, qanunların beynəlxalq normalara uyğun hazırlanırmı, bunu müəyyənləşdirmək. Yəni Hüquqi İslahatlar Komissiyası nəymiş? Hüquqi İslahatlar Komitəsi 1996-cı ildə yaradılıb. Məqsəd qanunlar beynəlxalq standartlara uyğundurmu? Beynəlxalq normalara uyğunmu hazırlanır? 1998-ci il senzura ləğv olunur. Mətbuat azadlığı tam şəkildə təmin olunur. 1918-ci AXC-də, 1998-də isə Azərbaycan Respublikası 3-cü Respublikamız dövründə nə baş verir? Senzura ləğv olunur. 1998 ilk dəfə Şərqdə ölüm cəzası ləğv olunur. 1998 Konstitusiya Məhkəməsi yaradılır məhkəmə islahatı ilə. Konstitusiya Məhkəməsinin əsas yaranmasının məqsədi nədən ibarətdir? İlk öncə Azərbaycan Respublikasının konstitusiyasının alilik, yəni toxunulmazlığını, ikinci isə hər kəsin hüquq və azadlıqların müdafiəsini təmin etməkdən ibarətdir. Və 98-ci ildə bir də nə yaranıb? Qadın problemləri üzrə Dövlət Komitəsi. Sırf görsüz sadəcə illərdir və bu illəri nə etmək lazımdır əzbərləmək. 98-ci ilin yenə oktyabr ayında Heydər Əliyev ikinci prezidentlik dövrünə başlayır. İkinci prezidentlik dövründə dövlət quruculuğundan danışası olsaq, birinci, diplomatiya sayəsində siyasətdə pluralizmə yol verilir. İngilis dilindən plural sözünün mənasını bilirsiniz, cəmlik deməkdir. Pluralizm tarixdə isə bir termin olaraq belə deyək, çox fikirlilik, yəni azad fikirliyə, müxtəlif rəylərə yol vermək deməkdir. Beləliklə, ikinci prezidentlik dövründə siyasətdə nəyə icazə verildi? Pluralizmə, yəni çox düşüncəliyə. Bununla yanaşı 1999-cu ildə ilk dəfə bələdiyyə seçkiləri keçirildi. Ardı ilə 2000-ci ildə Azərbaycanda ikinci dəfə parlament seçkiləri keçirildi. Parlament seçkiləri əsasən 5 ildən bir həyata keçirilir. Baxın 1995 12 noyabr ilk, 2000-ci ildə isə ikinci parlament seçkiləri idi. 2000-ci ildən hakimlərin işə qəbulu ilə bağlı bir dəyişiklik olur. Belə ki, xüsusi imtahan vermə təcrübəsi həyata keçirilməyə başlayır. Hakimlər də xüsusi bir imtahan verməlidirlər ki, neynəsinlər? İşlərini davam elətdirə bilsinlər. Həqiqətən qanunları bilirlərmi? Həqiqətən konstitusiya ilə tanışdılarmı? Bu neçənci ildən tətbiq olunur? 2000-ci ildən. 2001-ci ildən Ombudsman haqqında konstitusiya qanunu qəbul olunub. Ombudsman insanların hüquqlarını müdafiə edən şəxsə verilən addır. Kimin dövründə yaradılıb? Heydər Əliyevin. Neçənci il aiddir? 2001. Söhbət nədən getdi? Ombudsman, müdafiəçi, vəkil deməkdir. Davam. Azərbaycan Respublikası konstitusiyasında ilk düzəliş 2002-ci il 24 avqust tarixi vuruq yaddaşa. Bu da Azərbaycan tarixində konstitusiyamıza ilk dəfə olan bir dəyişiklikdir. Beləliklə bu nə oldu bizim üçün? Dövlət quruculuğu birinci prezidentlik dövrü, ikinci prezidentlik dövrü ayrıca dedik, sırf illər əzbərə dayanır. Davam. Keçdik indi iqtisadi islahatlara. İqtisadi islahatların əsasını neft strategiyası təşkil edir. Neft, qaz və birazdan yüngül sənaye növlərinə də baxacağıq. İlk öncə iqtisadi islahatlar mərhələsi 2 dövrə bölünür. Bu da necədir? Sırf elə prezidentlik dövrünə uyğun 1993-97 birinci mərhələ, 98-2002-ci illər isə ikinci mərhələ. Birinci mərhələ 1993-97. Baxaq nə baş verir? İlk dəfə bazar iqtisadiyyatına keçilir. Manat ölkədə yeganə ödəniş vasitəsi elan olunur. Bununla yanaşı xarici ticarətin sərbəstləşdirilməsi haqqında
94-cü ildə qanun verilir. Açıq qapı siyasəti elan olunur. Neçənci ildə elan olundu açıq qapı siyasəti? 1994. Açıq qapı nədir ümumiyyətlə? Yəni bütün ölkələr kim istəyirsə gətirib, üzrlü sayın, kim istəyirsə gətirib ölkəyə səhm qoya bilər, kim istəyirsə yatırım, sərmayə qoyub eləyə bilər. 1996 gəldik. Torpaq islahatı haqqında qanun. Bu torpaq islahatı haqqında qanun görsünüz iqtisadiyyat deyiləndə ağlımıza kənd təsərrüfatı, sənaye, fabrik, zavod, bunların hamısı iqtisadi tədbirlərdir. Baxaq, torpaq islahatı haqqında qanun. Torpaq islahatında haqqında qanuna görə birinci, ən əsas şərt, torpaqlar pulsuz olaraq kəndlərin mülkiyyətinə verilir. İkinci olaraq 3 torpaq mülkiyyət forması yaradılır. 1 dövlət, 2 bələdiyyə, 3 xüsusi torpaq mülkiyyət forması. Davam. Baxaq, beləliklə milliləşdirmə siyasəti aparar Azərbaycan Respublikası özəlləşdirmə. Biz deyirik, SSR dövründə kommunizm ideologiyası nə idi? Dövlət hər şeyi öz əlinə götürürdü, yəni milliləşdirirdi. Ancaq kapitalist ölkələrində belə deyil, kapitalist ölkələrində özəlləşdirmə, yəni şəxslərə satılır bütün fabrik və zavodlar. Azərbaycan müasir dövrdə də milliləşdirmə yox, özəlləşdirmə siyasəti yeridir. Elə o dövrdə də iqtisadiyyatda nə siyasəti yeridirdi? Heydər Əliyevin hakimiyyəti gəlməsi ilə azad bazar iqtisadiyyatı. Azad bazar iqtisadiyyatı nədir? Rəqabət, özəl sektor. Yəni kim nə istəyir? Pulu var, girişsin iqtisadiyyata, nə bilim fabrik zavodunu açsın, ticarətini açsın və s. başlasın fəaliyyətə, nə iş görür görsün. Beləliklə 94-cü il açıq qapı siyasəti dedik, 96 torpaq islahatı haqqında qanun dedik. Bununla yanaşı biz deməli nədən danışdıq az öncə? Mənim də beynim dondu. Özəlləşdirmə siyasətindən danışdıq. Azərbaycan Respublikası özəlləşdirmə siyasəti aparırdı və indi ən əsas məsələ Heydər Əliyev bu dövrdə neft strategiyası belirləyir. Gələk əsrin müqaviləsi. 20-ci əsrin müqaviləsi sizdən soruşulur. Cavabımız 1994 sentyabrın 20-si. Əsrin müqaviləsini Azərbaycan hökuməti, Azərbaycan Dövlət Neft Şirkəti 14 ölkənin 32 neft şirkəti ilə bağlayır. 14 ölkə ilə ayrı-ayrı müqavilələr və bu əsrin müqaviləsinin mahiyyəti nədən ibarətdir? Azərbaycan nefti müstəqillik dövründə ilk dəfə olaraq qanuni şəkildə xarici ölkələr Avropa bazarına çıxarılmağa başladı bununla və bununla Azərbaycan belə deyək ki, dövlət xəzinəsi, büdcəsi bir xeyli gəlir əldə elədi və beləliklə əsrin müqaviləsi nəticəsində nə oldu? Biz nə etdik? Nefti xarici ölkələrə satmağa başladıq, büdcəmiz düzəldi. Bununla yanaşı bu digər Avropa ölkələrinin bizim Azərbaycan Respublikasına sərmayə qoymaqla bağlı maraq oyanmasına səbəb oldu onlarda və onlar bizim neft və qaz sənayemizə belə deyək kapital qoymağa başladılar. Əsrin müqaviləsinə görə neçənci ildə imzalandı? 1994-cü sentyabrı. Əsrin müqaviləsinə görə ilk dəfə nə zaman başlayır ilk neft ixracatı, hasilatı? Deyirik 1997. Ümumiyyətlə bu əsrin müqaviləsinə uyğun neçə neft kəmərimiz var? 2 neft kəməri. 1997-də açılan Rusiyadan keçir Novorossiysk neft kəməri, Bakı Novorossiysk, Şimal neft kəməri də deyirik biz buna. İkincisi 1999-da açılıb, bu Gürcüstandan keçir Bakı Supsa neft kəməri. Neft əsrin müqaviləsi neçənci il? 1994 əsasında təşkil edir neftin xarici ixracı. İlk dəfə neçənci ildə hasilata başlandı? 97. 97-ci ildə birinci neft kəmərimiz Rusiyadan keçən Novorossiysk Şimal kəməri adlanır. 99-da keçən isə Gürcüstan üzərindən Bakı Supsa. Davam. İqtisadi islahatların ikinci mərhələsinə keçək. 98-2002. Diqqət. 1999-cu ildə nə açılır? Bakı Supsa Qərb neft kəməri istifadəyə verilir. Bax bu bayaq müqavilədə dedik, əsrin müqaviləsinə görə 97-də başlayıb. Bu 99-cu il təbii olaraq neçənci mərhələyə düşməlidir? İkinci mərhələyə. Çünki iqtisadi islahatlarda ikinci mərhələ neçənci illəri əhatə edir? 97, daha doğrusu 1998, 2002. 1999-da düşür bu dövrə. Bəli. 1999-dan başlayır Azərbaycan ötürməyə neftini, Bakı Supsa neft kəmərini istifadəyə verir. Bununla yanaşı 1999-da İstanbulda belə deyək də bir müqavilə imzalanır. Həmin bu müqaviləyə görə Bakı Tbilisi Ceyhan neft kəmərinin çəkilməsi barədə belə deyək saziş imzalanır. Bakı Tbilisi Ceyhan nə kəmərdir? Neft kəməri. İndən diqqətlə yadda saxlayaq. Davam. Bundan sonra 1999 Azərbaycan Neft Fondu yaradılır 1999-cu ildə. Bununla yanaşı burada yığılan bu
əhəmiyyəti nədən ibarətdir bu neft fondunun? Bu neft fondunda neft sənayesindən nə qədər ki gəlir əldə edirik, onun müəyyən bir qismini bu fonda bağışlayırıq. O fonda pul yığılır və həmin o pul vasitəsilə biz sənayenin digər sahələrinə, yüngül sənaye, yeyinti sənayesinə, digər aqrar sənayelərə nə edirik? Maliyyə vəsaiti ayırırıq. Deməli, dövlət neft fondu neçənci ildə yaradılıb? 1999. Məqsəd nədən ibarətdir? Kənara pul yığıb digər sənayenin sahələrinə biz kapital qoyuruq. 2001 Bakı Tbilisi Erzurum qaz kəmərinin çəkilməsi üçün Türkiyə və Gürcüstanla müqavilə imzalanır. 1999 hansı idi? Bakı Tbilisi Ceyhan. 2001-ci il Bakı Tbilisi Erzurum. Bakı Tbilisi Ceyhan deməli dedik neft kəməri, Bakı Tbilisi Erzurum isə qaz kəməridir. Diqqət. Davam. Traseka. Traseka nədir? TAP, TANAP, Traseka var. TAP, TANAP barədə İlham Əliyevin dövrünü keçəndə danışarıq. Trasekadan danışaq indi hal-hazırda. Traseka böyük İpək yolu ilə bağlı olan, belə deyək ki, yeni İpək yolu proqramına aid bir şeydir. Belə ki 1998 8 sentyabrda böyük İpək yolunun bərpası ilə bağlı bir layihə hazırlanır. Bu layihənin adı nə olur? Traseka. Həmən Traseka sözün mənası Avropa, Qafqaz, Asiya tranzit nəqliyyatı deməkdir. Yəni Asiyadan Qafqaza, Qafqazdan Avropaya gedəcək və böyük İpək yolu yenidən bərpa olunacaq. Bunun üçün bu müqavilə, Trasekanın yaranması müqaviləsi harda imzalanıb? 1998-ci il Bakıda. Bakı bəyannaməsi deyirlər buna. Bakı bəyannaməsi özündə nəyi əks elətdirirdi? Trasekanın yaradılmasını. Traseka nədir? Avropa, Qafqaz, Asiya yolunun açılması. Yəni böyük İpək yolunun yenidən bərpa olunması. Gəldi indi iqtisadi islahatlar mərhələsi də yekunlaşdı. Sosial islahatlara baxaq. Sosial islahatların gedişatında ilk öncə 1994-cü il vurğulayaq. Əhalinin sosial müdafiəsi haqqında qanun qəbul olunur və bunun əsasında əhalinin sosial müdafiə fondu açılır. Əhalinin sosial müdafiə fondu nə zaman açıldı? 1994. Tamam. 1998-də məcburi köçkünlərlə bağlı xüsusi dövlət proqramı hazırlanır. Həmən dövlət proqramına görə məcburi köçkünlər çadır şəhərcikləri qurulur. Həmən o çadır şəhərciklərində yerləşdirilməyə başlayır. Çadır şəhərcikləri neçənci ildən yaradılıbdır demək? 1998-ci ildə Füzulidə, Bərdərdə, Ağdamda, Tərtərdə. Bununla yanaşı çadır şəhərciklərlə yanaşı yeni tikililər də bunun əsasında nəzərdə tutulur. Yeni belə deyək yaşayış massivlərinin hazırlanması, məsəl üçün Gəncədə Kəlbəcər şəhərciyidir, digər şəhərlərdə də Şuşa şəhərciyi, Xocalı şəhərciyi, düzdürmü? Bu kimi şəhərciklərin salınmasına başlanılır xüsusi dövlət proqramı çərçivəsində. Gəldik. Sosial islahatlarda bu cəmi 2 qərar, 94 Sosial Müdafiə Fondu, 98 məcburi köçkünlərlə bağlı dövlət xüsusi proqramı. Tamam. Xarici siyasət. Xarici siyasətin əsas məqsədi nə olur? Təbii ki, Azərbaycan müstəqilliyini dünya ölkələrinə tanıtmaq, müstəqilliyi möhkəmləndirmək və xalqın vəziyyətini yaxşılaşdırmaqdan ötəri nə etmək? Digər bütün ölkələrlə demokratik münasibətlər yaratmaq və ən əsas məsələ münaqişəni sülh yolu ilə həll eləmək. Qarabağ münaqişəsini Azərbaycanın xeyrinə həll etmək. Beləliklə, qonşu dövlətlərlə münasibətlərdən ilk öncə başlayası olsaq, bizim müstəqilliyimizi ilk öncə kim tanımışdı? Yada saldıq 91-ci il 9 noyabrında təbii olaraq Türkiyə Respublikası. Düzdürmü? Bununla yanaşı daha sonra Rumıniya, İraq, belə deyək ki, Əfqanistan, Pakistan, İran, Gürcüstan, bunlar da bizim müstəqilliyimizi tanımış. Daha sonraki illərdə, növbəti illərdə BMT-yə də qoşulmaqla birlikdə artıq özümüzü dünya ictimaiyyətinə bildirməyə başlamışdıq. Sual verilir, deyilir, Heydər Əliyev ilk dəfə hansı ölkəyə səfər edib? Cavabımız Fransa olmalıdır. Fransaya gedir Parisə 1993-cü ilin dekabrında ilə prezident seçiləndən cəmi bir ay sonra və orada nə imzalayır? Avropa üçün Paris xartiyasına qol çəkir Heydər Əliyev. Nə xartiyası? Paris xartiyası. Baxın, bu keçən qəbulda belə bir sual düşübdü. Keçən deyəndə indi bu videonu kimin qabağına neçənci ildə çıxar? İndən deyək 2025-ci ilin qəbul imtahanında belə bir sual var idi ki, bəs Heydər Əliyev gedib Parisə, hansı ölkəyə gedibdi 1993 dekabrında ilk dəfə? Fransaya. Paytaxt Paris'e. Paris'te ne imzalayıb? Paris xartiyasını. Paris xartiyası nədir? Paris xartiyasını qoşulmaqla Azərbaycan BMT nizamnaməsi, beynəlxalq təhlükəsizlik, əməkdaşlıq norma və prinsiplərinə əməl edəcəyini təsdiqləmiş olur. Ümumiyyətlə BMT ilə bağlı nə kimi qərarlar var? Hamısına nə ilə qoşulmuş oldu? Təsdiqlədi Azərbaycan. Qoşulmuşdu BMT-yə zaten 92 martında. Amma bunları nə zaman təsdiqlədi? 93-cü dekabrı Paris xartiyasına
qol çəkməklə birlikdə oldu. Bunu yadda saxladıq. İlk hara səfər elədi Heydər Əliyev? Fransaya 93 dekabrı Paris Xartiyası və BMT-nin bütün normalarını əməl edəcəyini təsdiqlədi. Davam. ABŞ-la münasibətlər. ABŞ-la ilk vaxtlar bizim münasibətlərimiz pis olub. Belə ki 92-ci ilin oktyabr ayında siz bilirsiniz ki, erməni lobbisinin təsiri altında ABŞ azadlıq müdafiə haqqına düzəliş eləyir. 907-ci düzəliş və bununla bağlı nə edirdi? Belə deyək ki, Azərbaycana yardım eləmirdi. Amma daha sonra Heydər Əliyevin dövründə həmən bu düzəlişi ləğv etmək üçün ABŞ-da yeni bir qərar hazırlanır. Belə bir düzəlişə görə nə deyilir? Azərbaycana silah satışı üzərinə qoyulan qadağanı hər il prezidentə imkan verir ki, konqres ləğv eləsin. Əgər prezident istəsə, konqresin qərarını veto qoya bilir hər il. Və veto qoyaraq nə edir? Azərbaycana yardımı göstərə bilir. İlk vaxt 92-ci ilin oktyabrında vəziyyət pis idi, amma Heydər Əliyev hakimiyyəti gələndən sonra ABŞ-da vəziyyəti düzəltdi və 907-ci düzəliş hər il nə olur? Belə deyək ki, ABŞ-ın prezident tərəfindən belə deyək veto olur. Veto olması sayəsində nə baş verir? Qadağan olunur. ABŞ rahat bir şəkildə bizə kömək edə bilir. Davam. Beynəlxalq regional təşkilatlarla əməkdaşlıq 93-cü sentyabrında bildiyimiz kimi biz qoşulduq MDB-yə. Bununla yanaşı bizim bir digər qoşulduğumuz regional idarə isə 1997-də qoşulduğumuz GUAM idi. Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova. GUAM, MDB oxşar cəhət regional təşkilat olmaları. Davam. Gələk bizim NATO ilə münasibətlərə. 1992-ci il Azərbaycan NATO-nun Şimali Atlantika Əməkdaşlıq Şurasına qoşulur. Şimali Atlantika Əməkdaşlıq Şurası. Yəqin ki, xəbərlərdə tez-tez eşidirsiniz bu ifadəni. ATŞ-nin xüsusi müxbiri gəlib, ATŞ-nin komissiyası gəlib. 1997-ci ildən bax bu Şimali Atlantika Əməkdaşlıq Şurası ki var. Bunun adı dəyişir olur nə? Avropa Atlantika Tərəfdaşlıq Şurası. Neçənci il adı dəyişdi? 1997-də. Biz 1992-də qoşulmuşduq Şimali Atlantika Əməkdaşlıq Şurasına. Bunun adı nə oldu? Avropa Atlantika Tərəfdaşlıq Şurası, ATŞ. Neçənci ildə? 97-də. Davam. 94-cü ildən biz NATO-nun sülh naminə tərəfdaşlıq proqramına da qəbul olmuşuq. Buna görə Azərbaycan sülh məramlı əsgərləri həm İraqda, həm Kosovoda, həm Əfqanistanda fəaliyyətlər göstərmişdi. Bununla yanaşı 2002-ci ildə biz NATO Parlament Assambleyasının iclasında NATO-nun assosiasiyalaşdırılmış üzvlüyünə qəbul olunmuşuq. Assosiasiyalaşdırılmış nədir? Yəni bizim həlledici bir səs vermə hüququmuz yoxdur. Sadəcə qıraqdan dururuq, nə edirik? Belə baxırıq da, yəni belə deyək, müşahidəçi dövlət qismində NATO-nun üzvü kimi fəaliyyət göstərə bilirik. Amma hər hansı bir səs eləmək, hər hansı bir söz demək kimi bir hüququmuz yoxdur. Çünki assosiasiyalaşdırılmış, belə deyək də, asosial sözü ilə uyğunlaşdığında asosialıq, yəni kənara atılmışıq bir növ oldu. Bu da neçənci ildir? 2002-ci il. Hətta ATŞ-nin 2002-ci ilin noyabr ayında olan bir zirvə görüşündə Praqa şəhərində Heydər Əliyevin bir çıxışı var. Həmən çıxışda Heydər Əliyev beynəlxalq terrorizm mövzusuna dayanmış və Azərbaycanın daim terrorizmə qarşı uğurla mübarizə aparacağını və bu işdə Avropa ölkələri olsun, dünya ölkələri olsun hər cür yardım göstərəcəyini Heydər Əliyev vəd etmişdi. Söhbət hansı çıxışdan gedir? ATŞ-nin Praqa zirvəsindən. Neçənci il idi? 2002-ci il. Sonra Avropa Şurasına bildiyimiz kimi 2001-ci ildə biz üzv olduq və deyirik, Avropa Şurasına üzv qəbul olunmaqla Azərbaycan ərazi bütövlüyünü təsdiq edən sənədin qəbul olunması eyni ildir. Burada Avropa Şurası Parlament Assambleyası 2001-ci ildə Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən sənəd qəbul edir və bu da bizim üçün çox mühüm bir hadisə olur. Hətta İlham Əliyev gələcəkdə 2003-cü ildə AŞPA-nın vitse-prezidenti seçiləcək, buranın büro üzvü də seçiləcək və bu sayədə nə olacaq? Bizim AŞPA-da mövqeyimiz möhkəmlənəcəkdir. Davam. Xarici iqtisadi əlaqələrə gəlin keçid eləyək. Xarici iqtisadi əlaqələrdən danışası olsaq nələr vurğulayacağıq biz? Belə deyək, xarici iqtisadi əlaqələr danışdıq da biz. 1997 GUAM-dan danışdıq, 1998 Trasekadan danışdıq. Bununla yanaşı 1999 Bakı tiplisi Ceyhan, 2001-ci il Bakı tiplisi Erzurum, 1994 Əsrin müqaviləsi, düzdürmü? Bu kimi şeylərdən vurğuladıq, danışdıq. İndi nədən danışaq biz vurğulayaq? Dağlıq Qarabağ münaqişəsini bir dənə ələ alaq. Beləliklə 1994-cü il Bişkek protokolu ilə nə oldu? Dağlıq Qarabağ münaqişəsində qısa müddətdə atəşkəs yarandı. Bişkek şəhəri hansı ölkədə yerləşir? Qırğızistan. Qırğızistanın paytaxtıdır bugünkü gündə. BMT Təhlükəsizlik Şurası nə qədər qətnamə versə də
nə qədər yazılar göndərsə də Ermənistan heç bir zaman Qarabağı tərk eləmədi. Ancaq Azərbaycan ilk vaxtdan son ana qədər, yəni 2044 günlük Vətən müharibəsinə qədər son ana qədər sülhün tərəfdarı oldu. Axıra qədər də sülh tərəfdarı olduğunu bildirdi. Qarabağ məsələsini ümumiyyətlə həll etməkdən ötəri hansı qurumlar yaranıb? Birinci, 1992-ci il ATƏM-in özü də Minsk qrupu. Nə yaranıb? 1992 ATƏM-in Minsk qrupu. ATƏM-in Minsk qrupunun məqsədi nədir? Həmən bu vasitəçilik edib Ermənistan-Azərbaycan arasında sülhə nail olmaq. 1994-cü ildə ATƏM-in Budapeşt samiti keçirilir. Nə samiti? Budapeşt. Samit belə deyək də iclas deməkdir. Həmən o Budapeşt samitində görək nə qərarlar qəbul olunur. 1. 1994-cü ildə Minsk qrupunun həmsədrlər təşkilatı yaradılır. 2. Gələcəkdə bağlanacaq sazişdən sonra əraziyə belə deyək ki, çox millətli, yəni beynəlmiləl bir sülh məramlı qüvvələrin daxil olacağı barədə bir qərar da qəbul olunur. Və Budapeşt samitinin Avropa tarixçisində bir əhəmiyyəti var. ATƏM-in adı dəyişir, ATƏT olunur. Avropa Təhlükəsizlik və Əməkdaşlıq müqaviləsi adını dəyişir, nə olur? ATƏT, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı. Müqavilə yox, artıq bu təşkilat adını alır. Deməli, 94-cü il Budapeşt samiti nəticəsi nədən ibarət oldu? Minsk qrupunun həmsədrlər təşkilatı yarandı 94-cü il və gəl Azərbaycana deyir, münaqişə həll olunandan sonra Qarabağa sülh məramlılar girəcək, çox millətli və bununla yanaşı ATƏM-in adı dəyişdi oldu ATƏT. İndi 1996 Lissabon samiti. ATƏM deyək, ATƏT. Təbii ki, ATƏT. 1996 ATƏT-in belə deyək, nə samiti dedik? Lissabon samiti. Baxaq, Lissabon samitində görün nə baş verir. Lissabon samitində Heydər Əliyevin çıxışından sonra Azərbaycanın ərazi bütövlüyü 53 dünya ölkəsi tərəfindən yekdilliklə, bəyanatla qəbul olunur və bu Azərbaycan dövlətinin xarici siyasətində qazandığı ən böyük uğur olur. Lissabon samitində baş verən önəmli hadisə nədir? 53 ölkə Azərbaycanın ərazi bütövlüyünə tərəfdar olduğunu bildirir. Vəssalam. Həm 1994 Budapeşt, həm 1996 Lissabon samitləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq prinsiplərə əsaslandırılaraq həll etməsinin vacibliyini təsdiq etməsi ilə oxşar bir hadisədir. Hər ikisində Azərbaycan hökuməti nə idi? Sülh məramlı idi, sülh tərəfi tuturdu və hər ikisi də görə oxşar cəhətdir. Nə bu? Belə onların dövründə Minsk qrupu bir sıra belə deyək ki, bizə tələblər irəli sürürlər. Bir neçə məsələ irəli sürürlər ki, necə eləyək ki, bu iki ölkə arasında münaqişəni dayandırsınlar. Lakin Minsk qrupu ermənipərəst siyasət yürüdür və Azərbaycanlılara qarşı ağır şərtlər irəli sürməyə çalışır. Elə bir vəziyyətə qoyurlar ki, hətta elə bir Qarabağ bizim torpağımız deyil, ermənilərin torpağıdır. Gah deyirlər ermənilər yaşasın, siz onlara muxtariyyət verin. Gah hətta deyirlər ki, neyniyək, sadəcə Dağlıq Qarabağ ermənilərin tərkibində qalsın, sizə ətraf rayonlar verək və yaxud ətraf rayonlar da Qarabağda, ümumiyyətlə bütün Dağlıq Qarabağ, Qarabağ ətrafı ərazilər həm Azərbaycanın, həm Ermənistanın bərabər yaşadığı bir ərazi olsun, yəni silahsızlaşdırılsın, hər iki ölkə burada yaşasın, vətəndaşları birlikdə. Belə deyək ki, tarixi faktlara əsaslanmayan, belə deyək, Azərbaycana qarşı təcavüzkar siyasət yeridən bir dövlətə qarşı bizə belə tələblər irəli sürmələri, belə təkliflərlə gəlmələri Azərbaycan hökumətinin, xüsusilə Heydər Əliyevin belə deyək, rədd cavabına səbəb olur və bu torpaqların bir qarşını belə güzəştə getməməkdə qərarlı olur Heydər Əliyev. Beləliklə biz Heydər Əliyevin hakimiyyət dövrünü yekunlaşdırdıq və 20-ci əsrin 90-cı illərini tam şəkildə belə deyək, bu dövr ələ aldıq. Dövlət quruculuğundan danışdıq, dövlət quruculuq islahatında növbəti dərs inşallah qismət olar danışarıq Azərbaycanın yeni millilikdə başına gələn hadisələrdən, 44 günlük Vətən müharibəsindən filan danışarıq. Növbəti video dərslərimizdə görüşənə qədər ümid edirəm sizin üçün hər şey açıqlayıcı oldu. Sağ olun, salamat qalın.